Bismillahirrahmanirrahim. Ulu Tanrının adıyla. Cəhalət mühəndisliyinə qələbə proqramının 211-ci bölümünü başlayıram və Allaha min mərtəbə şükr edirəm ki, bir daha ömür verdi, eləyə bilək. Türk millətinin, Türk insanının düşüncəsinin, yaratdığı düşüncələr, yaratdığı elmlər, yaratdığı təməddün və mədəniyyət, uyğarlıq, bunların bir parçası ilə daha tanış olaq. Və o milli ruh, o insanlıq ruhu ki, onlarda var idi yüzlər il öncə, onlarla tanış olaq. Dünənləri 2 kitabla tanış olduq ki, birincisi Çehil Hədis adında 40 hədis, 100 söz. Belə bir kitab idi. Bu Əmir Əli Şirinəvai zamanında Sultan Əli Məşhədi adında bir adam onu yazıbdı. Ondan 561 il keçirdi bu kitabın ömrünə. Türkcə, çox da gözəl. İkinci, hətta o hədislərə mən baxırdım. Bir neçəsini də orada oxudum, kitabda oxudum sizlər üçün. Bu hədislər əslən seçilməsi önəmlidir. Bu ki, o sözlər Həzrəti Məhəmməd deyib ya deməyib, orası önəm daşımır. Orası önəm daşımır ki, bu sözlər türk baxışından, türk insanından, türk ziyalısı baxışından, türk siyasətmədar, türk hakim baxışından bunların yerini göstərir. Və bu əhəmiyyətli bir işdir. İkinci kitab ki gördük, o da biraz şeir, biraz əslində o əslində şeirdir. Bir əvvəlki kitab, yəni hədis kitabı. Hədislər mətnidir, nəsridir, yazıdır. Nə oldu bizim bu? Yox, düzdür. Nəsridir və ərz edeyim xidmətinizə ki, qalan şeirdir. İkinci kitab kollən şeirdir. Molla-i Rum ya Cəlaləddin Rumi Həzrətlərinin biz bəzi kitabları ilə o cümlə məsnəvisi ilə tanışıq, amma onun zahirən bir də Hülliyyə adında ya Hilliyyə adında bir şeir mətni var, yazısı var. Onu da uşaqlarından biri ya nəvələrindən biri Çələbi adında, Lütfi Çələbi adında onu şeirə çəkibdir. Kitabın şeirə çəkilməsi 447 il bundan öncə qutarıbdır. Əlbəttə çox kiçik bir kitabdır, 10 səhifəlik bir kitabdır. Hər halda Türk dünyasının yaratdığı, mən bunların adını qoymuşam, yazı mədəniyyəti ya yazı uyğarlığıdır. İndi gedək görək ki, bugünkü şansımıza Türk mədəniyyətindən, Türk uyğarlığından hangi Türk kitabı çıxır? Əslində düzünü axtarsanız, dünənləri mən biraz o vebsayt, o kanaldan kitabları indirirəm. Orada bir axtarmalar axtardım. Çox gözəl bir şeylər çıxdı, amma onları tədricən yavaş-yavaş indirəcəyəm. Onları tanış olaq. Bu günləri görək bu Hacı Bəktaş Vəlinin bu kitabını açaq. Ha belə bu ikinci kitabda Türk sərfi, sərfi türki, Türk sərfi. Bunları açaq görək ki, bizə nə deyir? Əlbəttə tamam kitabları açdıq. İndi Hacı Bəktaş Vəlinin kitabına baxaq. Deyirlər ki, yazdıblar burada Hacı Bəktaş Vəli. Bilirik ki, Hacı Bəktaş Vəli Türkiyədə, xüsusən Türkiyə ordusunun əski zamanlarda, indi bilmirəm, bu düşüncə və anlayış lideridir. Yəni şah, ya xəlifə deyək, şah deməyək, çünki şah deyəndə ya sultan deyəndə biz onların yerini aşağı gətiririk. Onlar Osmanlı hakimləri şah deyirlər, sultan da deyirlər. Onlar xəlifədirlər. O şey ki, İslamda Allahın yer üzündə xəlifəsi elam olur, o
məqamı daşırlar və tüm müsəlmanlara onların bir qudsiyyəti var, onların bir önəmi vardır. Təəssüflə ki, Kodutayla aradan apardılar o hakimiyyəti və onun ələ gətirdiklərini. Xarici düşmənlər, daxili xainlər, casuslar o hakimiyyəti, o gücü biz türklərin əlindən aldılar. O güc qalsaydı, bəlkə bugün Türkiyə və İslam dünyası bu vəziyyətdə ki, indi mənim öz ömrümdən görəni görürəm. Keçən 50 ildə, o məndən də qabaqdan Filistin savaşı vardı. Keçən 50 ili mənim yadıma gəlir. Zahir Şah idi əgər fikirlirəm. Ondan Əfqanistanda savaş var idi. Ta bu günəcən ki, indi mənim 60 yaşım var, hələ bu savaşlara mən şahidəm. Məndən qabaqdakı çox yerdə müsəlman ölkələrində hamısında bir ciddi savaş gedir. Kitabın adı burada yazılıbdır. Hacı Bəktaş Vəli Tamam, bunu burada yazdık ki, daha bu yadımızdan çıxmasın. Əlbəttə burada yazıb ki, Ələvi Bəktaşi klassikləri 2-ci cild. Yəni bu Məqalat adında bir yazı imiş ya nəymiş. Orada 2-ci cild bu Hacı Bəktaş Vəlini gətiriblər, qoyublar. Kitab harada saxlanır, görək bunu yazan profesor koordinatoru Doçent Doktor Osman Əyri. Osman Əyri bunu yazıbdır ehtimalən, ya onu toplayanların koordinatorudur. Burada da Anadolu Xalq Klassik Əsərləri. Bu da bir ehtimalən yazırmışlar. Türkiyə Diyanət Vakfı yayınları. Türkiyə Diyanət Vakfı yayınları. Bunu nəşr eləyən yer buradır. Bu da onların ikinci əsərləridir. Ehtimalən bu kitab Türkiyədə qalır. Məqalatı görürük. Hünkar Hacı Bəktaşi Vəli burada yazılıbdır. Hazırlayanlar kimlərdir? Profesor Doktor Əli Yılmaz, Profesor Doktor Məhməd Akkuş, Doktor Əli Öztürk. Bunlar da bunu hazırlayıblar. Türkiyə Diyanət Vakfı. Bu da onun adı və şumarə telefonu. Buradan da bu yüzden görürük ki, bunu ehtimalən burada bir müqəddəmə yazıblar. Təqdim. Beləsi oxusaq əgər buranı. Burada bir ön söz yazıblar. Adını qoyublar təqdim. Latincə əlifba ilə yazıblar. Axirində Profesor Doktor Əli Bardakoğlu Diyanət İşləri Başkanı və Türkiyə Dövlət Mütəvəlli Heyət Başkanı. Belə bir şəxs buna bir ön söz yazıbdır təqdim adında. Sonra bir ayrı adam buna bir şey yazıbdır. Ələvi Bəktaşi klassiklərini yayanlarda hala burada belə bir şey yazıbdır. Bunu da yazan Profesor Doktor Məhəmməd Saim Yəprəmdir. Yəprəm. Sonra yine bir ayrı adam yazıbdır. Ələvi Bəktaşi klassikləri haqqında adında bir məqalə yazıbdır. Doçent Doktor Osman Əyri o yazıbdır. Ondan sonra fehristə geçiblər. İçindəkilər burada bir 139 səhifəni göstərir. Sonra yine bir ön söz yazılıbdır. Buradan bunlar hamısı hərəsi bir şey yazıblar. Buradan bu yüzə də geçir. Burada 2 səhifəlik Doktor Əli Yılmaz adlı bir insan. Ehtimalən əsli işdə budur. Əlbəttə sonra da 3 doktor burada ad görsənir.
Professor Döktür Məhməd Akkuş və Döktür Əli Öztürk. Bu üç dənə də bu son ön yazını imzalayıblar. Sonra yenə də bir ayrı giriş adında bir yazı ilə üzləşirik. Yenə latincədir. Bu da buradan 4 səhifə. Altına da bəzi yerin qırmızı xətt çəkiblər ki, bunlar çox önəmlidir. 6 səhifə, 7, 8, 9, 10, 11, 7 davam edir. Kitabın bir çoxu latincədir. Umaram ki, buradan gəlir qəbul edilən nüsxalara bənzəməkdədir. Bismillahirrahmanirrahim. Şükrü minnət-ü sipas ol Tənriyi Təbarək və Təala Həzrətinə olsun kim biz biçarə qullərin yoxdan var eylədi və dəxi bizlərə iman və İslam ruzi qıldı və dəxi sonu nədir? Və həm dünyayı sümmün Allah dünyayı sevvümündür ya sümmün Allah Teala xoşnudluğun sevvum sözü taza bir şeydir. Onun üçün bu olmalı dünyayı sümmün Allah Teala xoşnudluğun bülməkdir. Və həm dünyayı sümmün Allah Teala xoşnudluğun bülməkdir. Baqi əl-kəlam mübarək və xeyrülü sözlər Qur'an-ı təfsirində və hədis-i nəbəvidə gətirir təmmət, qutardı. Burada indi zahirən buna bir şey yazıblar, sonra da devam ediblər. Görək ki, məqalələr, elə bir bu kitab məqalələrdən ibarətdir. Bir yenə də latincə bir yazı uzun devam edirik. Görək ki, bunun əsli kitaba yetişirik ya yox. Əsli kitaba yetişdik. Yəni 141 səfənin 38 səhifəsi getdi latincə. Bu professorların, möhtərəm və şərif insanların zəhmətlərinin yazdığı latincəyə. O gəlirik, yetişirik əsli kitaba. Türkcə, ərəbcə əlifba ilə yazılıbdır və təəssüflə kitab çox aradan gedib əslində. Kitabın kağızı bəllidir, çox bir yaxçı kağızı varmış. Məsələn, bu günlər müqəvva desaq belə o cürsü bir vəziyyətdədir. Amma yazının özü rəngi solubdur və köhnəlibdir, aradan gedibdir. Çox yeri oxunmaz. Yəni mən oxuya bilmərəm. Bəlkə onlar ki, bu kitabla tanışdılar, nüsxələri qoyurlar bir-birinin üstünə, ya baxırlar, oradan eləyə bilərlər, bunu oxuyarlar. Haza məqalat-ı şərifi Həzrəti Hufya Hacı Bəktaşi. Burada bir oxunur, qalan oxumur. Hufya Hacı Bəktaşi Vəli Qərəş Qəddesallah Sirrəhul Əziz Bismillahirrahman və rəhmət və tərcüməhu. Onun tərcüməsi də Allah Teala və rəhiməhullah Teala tərcümə deyil. Tərcümə oxudum ehtimalən çünki tərcüməhullah Teala olmaz. Onu Allah Teala tərcümə edib olmaz. Onun üçün bunu gərək rəhiməhullah Teala oxuyaq. Bismillahirrahmanirrahim ortadadır. O üstdəki o şey ki oxuduq əvvəlcə o qırmızı rəngdə yazılmışdı. İndi burada qara rənglə yazılıbdır. Mətnin dövrəsinə bir qırmızı xətt ilə qab çəkiblər, çərçivə çəkiblər. O çərçivə də qocalıbdır, aradan gedibdir. Qocalmaq deməyək, rəngi atıbdır. Bu səfər biraz oxumur. Bu səfərin tərcüməsi ilə üzbəüz oluruq. O birisi səhifədə gedək 2 səhifə tərcümə, 3-cü səhifədə bu kitabın 2-ci səhifəsini görürük, yəni əsli səhifəni görürük. Burada da yenə yetişirik. Bura oradan biraz yaxçıdır, bundan belə ki, elə bir şorvazat da yiyiblər, tökülübdür kitabın üzərinə. Amma ortasında bir yerdə yenə qırmızı görürük, ərəbcə ayat-ı mübarək Qur'an-ı Kərimdən olacaqdır, ya da əhadisdən olacaqdır. Qırmızı yazıbdır, amma çalışıram oxuyayım. La rütəbə və la yabis illa fi kitab. Nə olmaz, la rütəb olmaz.
Çünki fi kitabin mübin bu Quranda ya o kitab-ı mübində deyir var. Gedək o birisi səhifəsinə bu baxırıq. Bu birisi səhifəsində yenə də ərəbcə, yəni türkcəsini görürük. Bu kitabın gözəlliklərindən biri nədir? Bundan belə ki, bunu yazan çox bir irfani bir insandır və üstüdə görürük ki, bu Hacı Bəktaş Vəlini qəbul edən insanların əqidəsinin demək olar ki, çox yəni o bünövrəsi də əsasıdır. Amma bunun yanında bu kitabın bir gözəlliklərindən də danışaq. Birinci budur ki, bu xətt elə yazılıbdır ki, onlar ki aradan getməyibdir, ya çox aradan getməyibdir, onları mənim kimi savadsız bir insan oxuya bilər. Və bu kitabla düşüncə, əxlaq, duyğu alveri eləmək olar. Onu anlamaq olar. İkincisi, bunun gözəlliklərindən budur ki, tək-tək səslə, hurufları, nəqqaşilərin üstünə səsin qoyubdur. O da bir şeydir. Məsələn, biz qoydu oxuruq. Burada görürəm ki, qudi, qudi, qudi ya da gərək biləsə oxuyaq, qudi. Tamam, eyni ərəb Qur'anın necə üstünə, hər hərfin üstünə onun səsini qoyurlar ki, bəlli olsun, bu nə səs, düz oxunsun. Dəqiqən bu işi də bu kitabda görüblər. Amma təəssüflə hələ bundan belə ki, bura gəlmişik, yenə də görürük ki, bu şey olubdur. Əgər xatiri şəriflərinizdə olsa, bir 3-4 gün bundan öncəki bir cələsəmizdə Rəcəb Tayyib Ərdoğan cənablarının imzası ilə bir kitab oxuduq ki, çox önəmli kitab idi, həm də cəvahirat haqqında Türk dünyasında neçə yüz il bundan qabaq yazılmış bir kitabla tanış olduq ki, onu dedik ki, birinci bölümü ki, latincə yazılıbdır, Həzrəti Rəcəb Tayyib Ərdoğan Həzrətləri də ona bir yazı yazıblar. Bunlar sağdan qoyulubdur. O halda ki, ərəbcə sağdan başlar, latincə soldan başlar yazmağı, oxumağı da, yazmağı da soldan başlar ki, biz kitabı soldan oxuyarıq latincədə. İslamcada, yəni İslamın hangi dili olur olsun, indi ərəbcəsi olsun, türkcəsi olsun, orducası olsun, o birisi dilləri olsun, bu İslam toplumlarında, müsəlman toplumlarda kitabı sağdan oxurlar. Hər şey sağdandır. Yəni, bu sağla solu iki dana dünya görüşüdür əslində. Necə ki, məsələn, Rusiya ilə, indi Şurəvi oldu, sonra indi Rusiyədir. Bunların dəmir yolları ilə Avropanın o birisi dövlətlərin dəmir yolları bir-biri ilə fərqlidir. Ya məsələn, İngilistanın maşın sürməsi, o sürücü sağ tərəfdə oturur maşının, o birisi məmləkətlərinki sol tərəfdə oturur. Bu, bir mühəndislik baxışıdır. Və bir fərqlilikdir. Mən səndən fərqliyəm deməkdir. Səni mən, o şey ki, farsda deyirlər, digəri, sən ayrı, biganə, özgəsən məndən. Niyə? Çünki mən səndən yeyimimdə, ciyimimdə, duruşumda, oturuşumda, kitab yazanda, kitab oxuyanda fərqli götürürəm, baxıram. İslam dünyası ilə Məsihiyyət dünyasında bu fərqi yaratmışdılar. Amma biz keçən 100 ildə ki, 250 ildə ki, işğala getmişik Hindistandan başlayaraq yavaş-yavaş hər yerdə, xüsusən keçən 100 ildə külli Türk dünyası işğal halındadır. Burada görürük ki, bizim əlimizdən bu fərqliliyi, bu ki, özümüzü tanırdıq, alıblar. Kitablarımız belə eyni olaraq dilimizin əlifbasını dəyişdiriblər ki, biz qədim əlifbaları oxuya bilmirik. Yəni, indi Türkiyədə bu kitabı oxuyanların sayı çox azdır eşitdiyim qədər. Mən eşitdim 7 nəfər, amma indi görürəm ki, cavan oğlan uşaqları, qız uşaqları bu dili qəşəhcə oxurlar. Ərəbcəni yox, yəni Qur'anı yox, təhti Qur'an oxuyan çoxdur əlbəttə və Qur'anı yaxşı oxuyanlar var orada.
Amma onun yanında görürük ki, insanlar türkcə, ərəbcə əlifba ilə yazılan türkcə şeirləri, yazıları qəbristanlarda belə gedib oxurlar, bunlardan video çəkirlər. Çox gözəl bir vəziyyətdir. Amma bu umum deyil hər halda. Biz öncədən özümüzü toplumda, yəni İrandakı türklər və ayrı millətlər, Osmanlıdakı türklər və ayrı millətlər ki, orada yaşırdılar, bu iki yerdə ən azından, və türk dünyası əlbəttə üst-üstə geyim ilə belə başda ki, papaq qoyurdu başına, börk qoyurdu başına, belə bununla deyirdi ki, mən səndən fərqliyəm. O idarə işçisidir, o döhdürdür, bu mühəndisdir, biri məsələn vəkildir, biri tükancıdır. Hərə o börkünə tanınırdı. O şey ki, kilas, təbəqə, qişr deyirlər, o börklər də belə bir-birini tanınırdı. Eyni halda bir Avropalını görəndə, bir Amerikalını görəndə də yenə libasla belə tanırdınız ki, mənəm, sənsən. İndi isə mən də həman paltarı giymişəm, Amerikalı da giyibdir. Heç fərqimiz yoxdur. Yəni biz onlara bənzəmişik, onlar bizə bənzəməyiblər. Biz onların şivəsi ilə, düşüncəsi ilə birləşməyə çalışırıq. Onlar bizdən yox. Bunun üçün biz onlardan olmağa çalışırıq. Onlar bizdən yox. Biz onların içində, onların dilində, onların kültüründə, onların yaşam tərzində həll oluruq, yox oluruq, gedirik. Biz onlara təqlid edirik, onlardan gedirik. Amma öncədə bu paltarlar və bunlar zorla olubdur. Türkiyədə də mən deyirdim, bəlkə fəqət Rızaxan gəlibdi, məsələn, İran deyilən yerdə zorla börkləri götürüb, hamı gərək Avropalı börk ala qoyaq. Hamı gərək paltarların çıxada, ayaqqabıların çıxada, hamı gərək Avropalılar geydiği ayaqqabıları giyə, hamı gərək paltarları eyni içində mən giymişəm, belə giyinə, kravat vura, nə bilim, filan eləyə. Bu vəziyyətdə insanları saxlırdılar. Və insanları bundan ötürü insanları öldürüblər, edam eləyiblər. Sən niyə bu börkü qoyursan, o Avropalı börkü qoymursan deyə. Yəni fərəngi börk dediyimiz ki, Osmanlıda da fərəngi deyirmişlər. O fərəngi börkü siz niyə qoymursunuz? Məsələn, türk börkü qoyursunuz deyə insanları edam ediblər. İranda da bu cür olubdu. Bunları eləyənlər kimdilər? Onlardılar ki, istəyirlər biz onlara bənzəyək. Onların adamlarıdırlar, bizim adamımız deyirlər. Hər halda burada bu Hacı Bəştaş Vəlinin bu kitabında biz görürük ki, o əlifba ərəbcə yazılıbdır, həm də sağdan qoyulub. Yəni o kitabda ki, dedim, hətta Rəcəb Tayyib Ərdoğan cənablarının da imzası var, yazısı var orada. Orada kitabı soldan qoyublar. Cəlib budur ki, bu türkcə, ərəbcə yazılan kitabı soldan qoyublar. Yəni gərək solda son səhifəmiz olaydı. Biz sağdan oxuruq əslində. Gərək solun kitab qutaranda solda qutarır, orada son səhifəmiz olaydı. Onun yerinə başlanğıc səhifəni qoyublar və beləsi ki. Amma burada görürük ki, o cür deyil. Burada düzdür əvvəldə o latincə düşmən işğalçıların başladığı yöndən başlamağa çalışmayıbdır, tərsəsi çalışıbdır. Yəni bu kitab onun tərsəsidir. Sağdan başlayıbdır. Latini sağdan sola oxuruq. Bura təvəccüh eləyək ki, latini sağdan sonra oxuruq bu kitabda. Heç olmasa deyib, ağa, mən latincədə yazsam, bu fərqi qoyum ki, latini də sağdan sola qoyacağam. Heç olmasa düzdür ki, oxuyanda soldan sağa oxuyacağam səhifəni, amma mətləbləri latin bir səfə burada, ikinci səfə, üçüncü səfə beləsi gəlsin bu üzrə. Sonra yetişib də ərəbcəyə, türkcə, ərəbcə, əlifba ilə olan mətnə Hacı Bəştaş Vəlinin rəhmətliğin yazdığı mətnə yetişibdir. Burada da görürük ki, buradan sağdan başlanır, sola tərəf kitab oxunur. Eyni halda dedim, hər hərfin üstündə də
onun səsini qoyubdur. Bu da bir gözəldir. Yazısı da çox fərqli bir yazıdır. Əl yazısı çox gözəl bir yazıdır. Bəzi yerlərdə sətirlər arası əl yazısında düz xətt çəkilməyibdir. Xətt olması üçün bəzi yerdə əl yazarı aşağı gəlib, bəzi biraz yuxarı gedibdir, amma çox gözəl üst-üstə yazıdır. Sonra bunun iki səhifənin tərcüməsini görürük, yenə də gedirik. Təəssüfənə çox yerdə rəngi azalıbdır və irad görübdür bu kitab. Sağ olsunlar, yenə bunu saxlamağa çalışırlar. Bu kitabı mən çalışım ki, oxumağı çox zor olacaq. Çünki bunun çox yeri aradan gedibdir. Bunu elə oxumaq araşdırıcıların işidir. Niyə? Çünki zaman çox qoyurlar. Bu kitabı yazmağa ehtimalən ya oxumağa ehtimalən mən belə zənni güman edirəm ki, aylarca vaxt qoyulubdur. Yəni o 3-4 dənə professorun ki adını çəkdik, mümkündür ki, aylarca buna vaxt qoyublar. Kitabı indi görürük, əgər diqqət buyursaz, məsələn bu səhifədə oxumaq imkanı aşağı tərəfi ola bilməz. Yəni o çox azdır. Hətta istədim deyəm ki, bəlkə bura flash vurublar, işıq salıblar, işıq səbəb olubdu, amma görürəm ki, üst tərəfi biraz salimdir, aşağı tərəfi kamilən də deməsəm %60-70 aradan gedibdir. Burada da görürük eyni elə həman məsələdir. Bir çox yeri vaqəən %50-60 aradan gedibdir. Heyif olsun, heyif olsun. Kaş bundan bir ayrı nüsxədə ola. Bu kitabdan hətmən bir ayrı nüsxə olmalıdır. Mən buna baxıram. Bu kitab əlbəttə o iki gördük 141 səhifədir. Bunun bir çoxu latincədir. Xüsusən ki, bunun özünü də tərcümə ediblər, latincə yazıblar saxlamaq üçün. Bu da bir yaxşı bir işdir. Əlbəttə, heç olmasa onu saxlamağa. Bu səhifə çox gözəl yazılıb. Əgər gəlsək, bura yetişsək, bu səhifəni mən kamil oxumaq gücü özümdə görürəm. Çünki Salim ilahi şükür olsun. Bu səhifəni özümdə oxumaq gücü görürəm. Bu səhifədə o dediyimiz şey vardı. Hətta o çərçivə çəkiblər. Hamısında biraz əyrilik görürəm mən. Bəlkə də kağızın əyri durmasından görsənilir. Amma bir fərqi də burada görürəm. O da budur ki, bu səhifənin bəzi yerlərində eyni Qur'anı, əski Qur'anları yazanda, ayə qutaranda bir dairə çəkirdilər. Bir şey çəkirdilər, şumarə qoymurdular, nömrə yazmırdılar. Amma burada görürük ki, eyni o cürsü bir yazıblar. Bu səhifəni oxuya bilərəm, çünki nəzərimə gəldi, çox cəlib yazılıbdır. Bu birisi səhifədə genə cəlibdir, %90 salim qalıbdır. %10'u bəlkə oxunmaya, amma %90'ı oxunar. Cəlibdir, burada Qur'ana işarə elədiyi yerlərə, ayat-ı kərimi Qur'anı yazdığı yerlərdə bir qırmızı rənginə yazıb heç bir gözəl bir nəqş haləti də veribdir buna. Çox gözəl. Yəni adam gözü də burada bir ləzzət aparır. Bu səhifədə yaxşıdır. Əlbəttə bunun aşağısı biraz yaxşı deyil, oxumağı çətin olar, amma üstü yaxşıdır. Bu səhifədə oxumaq olar. Bu səhifəni də oxumaq olar. Bu da yaxşıdır. Bu səhifəni də oxumaq olar. Bu da yaxşıdır. Yəni kitabın bu neçinci səhifəsi 13. Əlbəttə 13 deyil, amma çünki neçəsi bəzən görürəm bir səhifəni neçə dəfə yazıblar. Məsələn bu 14'dir. Bu da oxumaq olar. Bu 14'dür yenə də. Burada 14 yazıblar. 2 dənə 14 məsələn. Görək ki, əgər təkrar olmasa, məsələn bu da oxumalıdır. 14B, yəni 3 dənə 14 buradan görürəm. Ehtimalən bəlkə bunlar hərəsi bir kitabdan olmuş olar. 15A məsələn oxumalıdır. 15B oxumalıdır. Ehtimalən bu da bir ayrı kitab. Baxaram görürüm ki, acaba bunlar bir-birinə qarşı qoysaq, bunlar hərəsi bir kitabdandır, təkrar olmaq üçün qoyublar, yoxsa fərqlidir. Çünki bu AB olduqları məni biraz şeyə saldı, fikrə saldı. Qur'anda burada indi 16A, 16B oxumalıdır və 17-yə gəlir, 17A. Yox, bunlar AB olduğu üçün bir səhifənin dalı qabağıdır.
bilirsiniz ki, hər vərəqçi deyirik, hər vərəqin iki üzü var. Biri bu üzü, biri də o birisi üzü. Ona görə ehtimalən bunu elə 16, 17, 18 məsələn burada qoyubdur A, gedib 18B, bu da oxuna bilir. 19A, 19B tərcüməsindən sonra 20A, 20A məsələn oxunar əlbəttə, oxunar. Bu da oxunar. 20B qəşəng oxunar. Yaxçı qalıbdır. 21A yaxçı qalıb, oxunar. Bu yaxçıdır. Yəni bunu cilayə eləmərəm. Düzdür, üstündə o həm hətta desəm belə tarixin təsiri bu səhifədə o qədər görsənmir. İlla qırmızının bir qism bölümündə. Çox gözəldir biraz daha. Amma bu 21B biraz aradan getmiş kimi görünür. 22-ci səhifə o şey ki tökülüb üstünə mən deyirdim şorba, o burada daha çox görsənir. Kitabı təqribən oxunmaz halinə yıxıb gətiribdir. B yaxçıdır. 23A oxunur, yaxçıdır. 23B aşağısında biraz iradı var, amma oxunur, yaxçıdır. 24 də yaxçıdır. 24A gözəl yazılıbdır. Burada kitab qurtulur. 25-də kitabın birinci bölümü qurtulur. Görək ki, burada nə yazıb? Yazıb ki, və həm dünyayı, əlbəttə ayat-ı Qur'an-ı Kərimdən fəəmmə mən təqa və əsərə və asərəl həyatə dünya fə innəl cəhimə hiyəl məəva və həm dünyaya sevməmək. Oradakı əvvəldə bir şey oxuduq, burada onu səs qoyubdur. Sevməmək, Allah-ı Teala'yı xoşnudluğun, Allah-ı Teala'yı xoşnudluğun bülməkdir. Baqi kəlam-ı mübarək və xeyirlü sözlər Qur'an-ı təfsirində və hədis-i nəbəvidə gətirir. Təmmət. Tazaşdan bir ayrı kitab başlanır. Bismillahirrahmanirrahim. Nami in kitab Dilquşast. Kitabın adı, bu calibdir, bu baxarıq o əvvəlincisi nə mənədə, amma bunu yazaq Dilquşa. Dilcuşa. Dilcuşa bu kitabın adıdır. Der tarixi, hangi tarixdə? 900 peyğəmbər 900 tarixi 900. Ne olubdu? این کتاب را درویش تصنیف کرد در ولایت روم و در شهر گستومونی. در تاریخ فلان bir dana derviş calib yazdı, təsnif کرد, farsça yazıbdı, təsnif کرد در ولایت روم در şəhər Qəstəmoni. Elə indi də Qəstəmoni deyilir. Qəstəmoni. در زمان امیر اسفندیار. yazaq در زمان امیر اسفندیار. Vallahu a'lemu bis-savab. Amma bunun ki qırmızı ilə yazıbdı. Tazaşdan devam edip ki Allah yaxçı bilər ki bunu kim yazıbdı, hangi tarixdə dəqiq yazıbdı, o yəni şək ilə biraz baxıb kitaba. Kitab qutardı, yəni kitab qutardı. O kitabın elə adı buymuş. Kitabın adı Dilquşa. Dilcuşa bu kitabın adıdır. Sonu o cürsü yazılıbdı. Axirində də bir şeir yazıb. Bəs bunu bir də oxuyaq. Bismillahir. O təmməti yazandan sonra bir dənə xatimə yazıblar. Bismillahirrahmanirrahim. Nami in kitab Dilcuşast. در تاریخ 900 پیغمبر این کتاب را درویش تصنیف کرد. Dərvişdən mənzur ehtimalən özün deyir. Yəni Şeyx Bəktaş Vəlini deyir. Ehtimal verirəm.
Ola bilər bir başqa dərviş olsun. در ولایت روم در شهر قسطنطنیه است. در زمان امیر اسفندیار والله اعلم بالصواب. Gel ey kendi haline yol bulenler. Ma'nede kendi miktarın bilenler. Ma'nada hemen. Ma'nede kendi miktarını bilenler. Erişenler bu vahdet menziline, canubaş terk edenler eşk yoluna. Şiirdi. Meani burcuna seyran edenler. Meani burcuna, burcuna yani buruc elbette, buruc değil, burcuna. Burcuna bunlara səs də qoymayıb. Bu bölümə səs qoyulmayıbdır. Meani burcuna seyran edenler. Burc göydəki o səmavatda olan, göylərdə olan şeylər var, onlar indi ay deyirik, onlar deyir. Vücudi qətrəsin umman edənlər. Vücud qətrəsin umman edən insanlar gəlsinlər. Kitabın sonuna qədər getdik və sonunda əlbəttə biraz lüğətnamə kimi bir şey var və yazanların da əksi var əlbəttə. Bu kimdir? Birinin əksi var. Əgər oxuya bilsək. Kaynak kışırı. Hər halda burada bir şey yazıbdır. Vəliyyəddin Hürrəm Ulusoy. Bu adamın əksini qoyublar. Vəliyyəddin Hürrəm Ulusoy. Tamam, qeydaq kitabımızın 30 neçinci səhifəsi idi ki, bu türkçə, ərəbcəsi başladı. Oradan başlayaq kitabımıza bir nəzər salaq. Əvvəlin ki oxuduq, amma görək şükrü minnət-u sipas ol tənri təbarək və təala həzrətinə olsun kim bəni bitarə qullərin yoxdan var edər. Əlbəttə, biraz bunları şeylə oxuram, bunlar oxunmur əslində. Yəni, zorla oxuram, biraz da o əvvəldə ayrı bir şey qoymuşdu, orası zehnimdədir. Və dəxi bizlərə iman və burada orası oxunmur. Qiyam nəcürdür? Qıldı və dəxi cümləyi burada da yenə oxunmadı. Rizqilərin məlum və məqsum qıldı və dəxi salam və oxunmur. Bu qismətlərdən keçsək, əgər mən istərdim ki, bu böyük alim və insanın Allah Teala rəhmət eləsin, bunun oxuyan bunları görüm ki, salam və salavat ol peyğəmbərlər və ulusinə və mürsəllər sərvərinə olsun kim dükəli aləmi anun dostluğuna yaratdı. Dükli aləmi, yəni dönlü aləmdə oxusaq bunu, yəni külli aləmi anun dostluğuna yaratdı və dəxi ol Həzrəti Rəsulün ali və uladinə və əshablərinə olsun kim yekrəng qavmlərdir. Yekrəng qavmlərdir və adi həyatırın və adi burada hər nədir onu oxuya bilmirəm, orası oxunmalı gəlmir gözümə. Və səlləmə təslimən və adi əhiyyadülün və səlləmə təslimən kəsira və hum və həm ol padişah aləm tənrini İslam əhlinin ol mütəbər ruhlərin
axirətdə mərhum və məğfur qıldı. Çün səlamu sələvat ol Rəsulullah Həzrətinə və alihi olduqdan və alinə olduqdan sonra ol əsrar sözlü və kəlcəsi və kəlcəsi tərzülü. Kəlcəsi nə olar? Onu kələcisi gələcisi ola bilər və gəlicisi tozlu və lətif sözlü və köylərə yüzlü məqalat issi və şəriət suyi və tərtibi mərifət və cənzi həqiqət və məqam əhli sevmədi cəhli və sahibi cənz ehtimalən quvvə ol. Burası oxunmur. Qum ol qutbi ma'lum Sultan Hacı Bəktaşul Xurasani Qəddesallah rəhmətə, burada ruhəhul əziz olacaqdır, rəhə yazıblar. Qəddesallahu rəhə əl-əziz ol din çırağı iman nurinin, bu son kəlmə gedibdir. Gör, bununla belə ki, bu kəlmə, əgər diqqət edəsəz, bu səhifənin %50-dən çoxu, 60-ı oxuna bilməz durumdadır. Amma söz elə yazılıb və bizim də bu 211 iclasın 210-unda gördüyümüz, gözümüz adət elədiyi üzərə türkcə, əribcəyə yavaş-yavaş biz eləyə bilirik ki, hətta o kəlmələr ki, yazısı çox görsənmir, amma onları oxuya bilək. Bəzilərin gördünüz, əsla oxuya bilmədim və orada etiraf da elədim ki, burasını oxuya bilmirəm. Amma qalanları ki, oxudum, nəzərimə düz oxudum. İlla bir yerdə ki, nə şəkkim var ki, onu düz oxudum, yox. Bu axır kəlmə də ki, əslən düşməyibdir ki, görək onu nəyə bənzətsək oxuna bilər, oxuna bilməz. Bunu nəyə görə dedim? Buna görə dedim ki, dostlar, biz sərmayə yatırmalıyıq. Sərmayə türkluğa və türk insanı, müsəlman türk insanına bu dilə, bu tarixə sərmayə, ömür yatırmalıdır. Bu ömürdən bunu ala bilir. Yavaş-yavaş savadsız, təlim görməmiş İnsaf əleyh hidayət eləyə bilir ki, 211-ci cələsədə bir dana kitabı ki, çətindir onun oxuması, onu oxuya bilsin. Bu Allaha şükür eləməlidir və özümüzə də fəxr eləməliyik. Yəni mən özümə Allahın lütfünə şükrdən sonra özümə də fəxr edirəm ki, 210 cələsə vaxt qoydum, bu yerə yetişdim ki, indi eləyə bilirəm bu kitabı gözəlcəsini oxuyam. Tamam, bəzi kitablar var ki, oxuya bilmədik. Yəni, dünən Cığatay bölümün biraz zora düşdük. Çünki Cığatay oxumamışam. Bəli, umaram ki, biraz çox Cığatay ləhcəsində türkcəsin, Cığatay türkcəsini biraz çox oxuyam, onu da yaxşı öyrənəm. Amma onu da yenə də desəm ki, məsələn, şayad 10 dana kitab oxumadıq bu 210 cələsənin içində, bəlkə 10 kitab Cığatay ləhcəsində çalışmışıq oxuyaq. Amma yenə də birinci gününə indikin bir-birinin yanında qoysaq, məncə çox gəlmişəm Cığatay ləhcəsində də önləmişəm, qabağa gəlmişəm. Bu da Allaha şükür və özümüzün o çalışmaq səbəbindən bir təxəssüsdür. Yəni, hər şeyə ömrü qoysanız, ona bir təxəssüs əldə edirsiniz və o təxəssüsdən 2 dana ləzzət aparırsınız. Ən azı 2 ləzzəti oradan aparırsınız. Bir bu ki, özünüzə güvənirsiniz. Mən bu işi başardım, deyə bilirsiniz. Yoldaşlarınızla, dostlarınızla danışanda mən bu işi başardım, deyə bilərsiniz.
bir mütəxəssisin yanına getsəz, orada da deyə bilərsən, mən bu işi başardım buracan. Buracan başardım. İndi bir mütəxəssiscə də olmasa bir şeycə başardım, yəni bir həddəcən bunu oxuya bildim. Məsələn, bir böyük ustadla danışırdım Türkiyədə. O deyirdi ki, bir kitabı 18-19 səhifəlik bir kitabdan danışırdı. 2 il çəkib onun rəmzini açar. Yəni oxumaq bir şeydir, onun rəmzini aşmaq bir ayrı bir şeydir. Onun rəmzini açandan sonra kitab yazıbdı. O 19 səhifə haqqında kitab yazıb, təqribən heç olmasa 700 səhifəlik bir kitab yazıbdı. 2 cildidə çap olubdu. Yəni bu qədər Türk dilinin içinə girib onun rəmzurazını aşmaq, sırların açmaq özü bir böyük bir işdir. Təbii ki, mən onların yanında çıraq olmalıyam, şagird olmalıyam, onlardan öyrənməliyəm. Bu bir başqa bir şey. Amma bu ki, indi mən sıfırdan özümü buracan getirmişəm, buna da Allaha şükür eləməli və özümə də fəxr eləməliyəm. İkinci qəziyyəsi nədir? Kitabları oxumaqdan ləzzət aparmaqdır. Yəni, əski kitabları indi mən oxuram, ləzzət aparıram. Çox ləzzət aparıram. Və üçüncü fərqi bir faydası da var, o da budur ki, bəlkə bu kitabları oxumaqdan, yazmaqdan, islah eləməkdən də pul qazanmaq olar. Yəni, o 2 dana ruh, rəvan, bir dana da maddi yanına qoysaq, o da belə bir şeydir. Və ərənlərin turai böyle bəyan yavruyum ya qavruyum haqqı Subhanahu və Teala Adəmi 4 dürlü nəsnədən yaratdı və həm 4 güruh qıldı və həm 4'ün 4 dürlü taatdən qovdi və 4 dürlü halləri və 4 dürlü azərləri. İndi bu da azərdiləri ya nədir, bunu oxuya bilmirəm. Bunun əcəba bu daldı yapışıb da andərləri və vardır. Andərləri olacaq ehtimalən. Andərləri öndər kimi. Andərləri vardır və vardır. İndi 4 türlü nəsnədən kim yarattı? Ol əvvəl topraqdan, ikinci sudan, üçüncü o 4 türlü nəsnədən kim yarattı? Yəni 4 türlü nəslədən ki yarattı, onları sayır. İndi 4 türlü nəsnədən kim yarattı? Əvvəl topraqdan, ikinci sudan, üçüncü oddan, dördüncü yeldən və 4 güruhə kim qıldı? Güruh kim qıldı? Əvvəl güruhi abidlərdir kim? Bunlar şəriət qavmiləridir və əsilləri yeldəndir. Bunların əsli yeldəndir. Abidlərin, onlar ki, işləri namaz qılmaqdır. Onlar deyir ki, bunlar şəriət qavmiləridir və əsilləri yeldəndir. Pəs, bu onlar cürüşlər. Pəs, yel həm safidir, həm qəvidir. Nira ki, ya burada nira oxunacaqdır. Zira ki, zira yapışmayıb bir-birinə. Zira ki, yel əsmincə danələr səmanindən ayrılmaz. Yel əsməsə buğda samandan ayrılmaz. O
Onlar ki, xərmən işində, döyün işində olublar. İndi şəhər insanları bunları bilməzlər mütəəssifanə. Yel əsməyincə danələr səmanindən ayrılmaz və əgər yel əsməyəydi, məcmui aləm yeyindən həlak olaydı. Yel əsməyəydi, əsmaq bilirik da, indi də əsənlikdə dostlar işlədilər. Əsmək, yelin ki hərəkəti var, ona əsmaq deyirik. Yerin hərəkəti yoxdur. Bilmirəm, farsıda vəzidən deyirlər, badmi vəzət. Amma bizdə əsmək deyirik. Əsmaq da məsələn bir dənə bayrağı parçanı belə tutsaz, yel vursa belə ona əsmaq deyirik. Bir adam ki titrəsə ona da əsir deyirik. Əsir də ki sözü var, o da elə o adamdır ki tutulubdur düşmənin əlində, qorxudan əsir beləsi, canı içəridə heç olmasa əsir, ona görə əsir deyirlər. Əgər yel əsməsəydi ya əsmiyəydi, məcmui aləm yeyindən həlak olaydı ya olendi. O yeyindən, yəni nə mənədir? Aləm, İstirdim liyindən oxuyayım deyim, aləmli. Əgər o lı olsa şey olardı. Amma lığın görənmirəm. Bəli, məncə elə bilə olardı. Məcmui aləmliyindən ya aləmliyindən həlak olendi. İndi halal və haram müşmil və bismil ehtimalən olacaqdır. Haram, halal və haram ehtimalən mismil yazıbdır. Mən bismil oxuya bilərəm bunu. Mismil və murdar, əgər mismil və murdar qovmi şəriət birlə məlum olur. Zira kim şəriət qapısı olur, ulu qapıdır. Fitə kim? Ya burada oxunmur bu yaxçı. Netəkim. Netəkim çələb cər cəlalə. Çələb, indi burada çələbi görək niyə? Çələb yazıbdır, amma cərrə cəlalə Allah adına işləyib çələbi. Çələb sözü görək ki, Google-də Türkçə sözlük online də gətirdi. Türkçə sözlük, çələb sözü görək nə gəlir burada. Çələb. P yazaq görək ki, çələb, ya elə çələb gəlir burada. Biz bunu B yazaq görək. Çələb nə deməkdir? Yazıb ki, bu söz bulunmadı. Amma çələbi orada qoymuşdu. Çələbi görək ki, nə deməkdir? Çelebi. Çelebi. Türkçə çalab. Çalab, Ərəbcə A yazılır. İsim Bəktaş və Məbləvi pirlərinin ən böyüklərinə verilən ünvan. Yəni bu bir addır. İsim əskimiş, Hristiyan tüccar, çələbi tütünmü alacaqsınız? Çələbi, yəni Hristiyan tacir, yəni Məsihi tacir. Tütünmü alacaqsınız? O zaman tütün var imiş ehtimalən. Sıfat, görgülü, tərbiyəli oğlan, kimsə, hər kəs olur olsun. Görgülü,
farsça dilə tazə bir dövran rəsidə deyil. Yəni görübdür, götürübdür. Bir ailədə yekəlib ki, hər halda görüb götürübdür. Görək ki, daha nə yazıbdır? Kırıkkale ilinə bağlı ilçilərdən biri. Onu, əlbəttə, tələb bir ayrı mənası var, amma bunu niyə burada gətirmədi? Mənə o sözdür. Hər halda burada tələb sözün görürük ki, Allaha sifət olaraq ya ad olaraq işlədir. Tələb Cəllə Cəlaləhu cümlə-i nəsnənin və varlığın Qur'an içində yad qıldı. Qovluhu Teala, o ki oxuya bilmirik qırmızını burasıdır. La rutəbə və la yabis illa fi kitabın mübin. Bəs indi əziz, mən ki səqinmək gərək. Mənliki səqinmək gərək. Mənlikdən uzanmaq, uzaqlaşmaq, uzaq durmaq gərəkir. Ki, burada bir şey yazılıb da oxuya bilmirəm, həm də oxunula bildi. Kəl Teala, burada bir şey yazılıbdır. Cəlb Teala buyruğun cəhdən arıb qoymaq gərək və yığılın dediklərin yığılınmaq. Bu yığılın nə deməkdir? Bunu da anlamağı, yəni yığmaq bilirik nədir? Yığılın, yəni yığılın, məsələn, toplanın deməkdir. Dediklərin yığılınmaq gərək. Pəs indi Adəm olanlar kendilerin, burası hər halda buranı oxuya bilmədik, buranı geçək, heyifdir, xərablamayaq bunun mətnin, görünmür, oxunsun. İncitməkdir. İndi burada incitmək, əziyyət vermək, birin ruhi rəvani, məsələn, mən bir dostuma bir söz deyirəm ki, onu incidirəm. İnciyir, narahat olur. İncimək narahatlıqdan biraz fərqlidir. Ürəyi sınır, o cür incimək vardır. Bir də ki, birini məsələn vurursunuz, o da inciməxdir. O ağrı ki gəlir, o da inciməxdir. İncitməkdir. Pəs kibr, həsəd, buğz və buxl, ədavət bunlarda həm andır. Bunlar da həmandır. İndi buraca nə demişdi, oranı oxuya bilmədik mütəəssifanə. Kaş oxuya biləydik, bunu görəydik ki, burada onlara görə nə deyir. Və bu rəsmə olan kişilərin əməlliyi nə edə ki, mərifət gəlib. Tamam, keçək səhvəmizə, buranı oxuya bilmədik. Həmandır. Amma ikinci güruh zahidlərdir. Bunların əsli oddəndir. Pəs şəriət, yəni mollaları desək, mollaların əsli yeldəndir. Bunlar yel kimi elə o yüz olarlar. Orasını demir bu. Deyir ki, yel hər şeyi tazalar, göyərdər. Amma burası da var, yel hərəkətlər daim deyişər. Bir maniə dəysə, ayrı yerdən gedər. Amma indi zahidlərə danışır. Amma ikinci güruh zahidlərdir. Bunların əsli oddəndir. Bunlar da od, atəşdirlər. Yandırarlar. Bunlar da yandırıb yaxıb gedərlər. Əvvəl özlərini gərək yandırarlar, sonra da özgələrə əgər dəysələr yandırarlar. Dəyməsələr yandırmazlar. Bunlar təriqət qovmləridir. Bəs od gibi
yansələr gərəkdir. Özləri də ot kimi gərək yanarlar. Mən bunu bəs hər kim bu dünyada kəndi özün göynədərsə, göynətmək də o incitmənin bir ayrısıdır. Göynətmək biraz bu incidəndə məsələn çox çəkmir incitmək. Amma göynətmək məsələn o incimək gedir, yerində qalır hələ. O hiss qalır. Göynədirsə yarın axirətdə, biz bunu işlətmirik. Güney Azərbaycanda və ehtimalən Quzey Azərbaycanı bilmirəm, onların dilicə deyə bilmərəm. Güney Azərbaycanda biz yarın sözün işlətmirik ki, sabah deyirik biz ona. Sabah yəni gələn gün ki, gələcək üzümüzə gələn günə biz Güney Azərbaycanda sabah deyirik. Türkiyədə yarın deyirlər. Yarın. Bu günün yarısı, sabah yəni. Bizdə bu yoxdur. Deyir, yarın, yəni sabahçı gün, hangi gün? Onu axirətdə, axirət günü yəni. Yarın axirətdə, yəni ölümdən sonra bu dünya olur bu gün, yarın olur o birisi dünya, qiyamət dünyası. Yarın axirətdə dürlü əzablərdən qurtardı. Ya qurtuldu. Yəni əgər bu dünyada özün yandırsa bir insan, o birisi dünyada o türlü əzablərdən qurtarar. Çünki bu dünyada özün yandırıb zaten. Bu da elə o farsca bir məsəl var. Cəndum əz cəndum beruyət cavzı cav. Onun şeyidir. Biz bu dünyada hər nə əhsaq, o dünyada onu götürəcəyik. Bu dünyada əgər özümüzü yandırmışıq, o dünyada ehtimalən özümüzü yandırmayacaq. Yəni bunu istir deyə. Pəs şöylə bülün bir kez yanen ayrık yanmaz. Bir kez yanan artık artık değil, ayrık yazmaz. Ayrık yani ayrıcasına yanmaz. Ayrılıktan bu kəlməni mən birinci dəfə görürüm ki, ayrık yani ayrı və uğunan əlavə eləyibdi, uğu o ayrıya izafə eləyibdi, olub ayrıq, ayrıcasına, yerinə ayrıcasına, ayrıcasınanın yerinə gətirib ayrıq qoyubdu. Ayrıq yanmaz. Qavluhu Taala, burada bir qırmızı şey yazıb oxunmur əsla. Oxunsaydı və o eddət lil kafirini oxuya bilirəm. Amma vüqudəhəl hicarə oxuya bilmədim. Vüqudu görürəm, amma vüqudəhə nə mənə ənnas, vüqudəhən nasu vəl hicarətun o iddət lil kafirin belə bir şeydir. Bəlkə oxuya bilsək beləsi olar. Yəni vüqudəhən nasu vəl hicarət ya hicarat o iddət lil kafirin. Nətəkim İsa Peyğəmbər əleyhissalam, əleyhissalamı bir eyni bir də mim yazıbdı, ayrı-ayrı. Təfərrücdə yürürkən təfərrüc yəni eşiyə çıxmışdı, dolanırdı. Açılmaq. Təfərrüc açılmağa deyir. Təfərrücdə yürürkən, yürür də yerimək. Biz yeriyərkən desək, onlar yürürkən deyirlər. Yürürkən bir dağ dibinə gəldi. Su buldu, içdi. Kəlmələrə diqqət buyurun. Kəlmələr çox xülasə yazır. Su buldu, içdi. İlla kim ol su acı idi. İlla kim o su acı idi. Və həm ol dağ dəmbədəm titrərdi. Titrərdi, titrərdi, titrərdi. Titrərdi.
Bəs İsa əleyhissalam hal dəlil ilə, hal dil ilə, dəlil yox, dil ilə. Yəni elə bir ki, hissi buyurdu. Hal dil yəni hissi, beləsi desək daha yaxşıdır. Bir ayrısını da tərəfindən biz hiss eləyə bilirik. Toyuqların da, heyvanların da, ağacların da tərəfindən özümüzü belə gətiririk ki, onların hissin biz bəyan edirik. Beləsi desək, biz dilə gətiririk. Hal dil ilə ol dağa sordu. Yəni özü elə bir ki, öz içindən ona sordu. Sordu yəni sual elədi. Bu su nə içib? Nə üçün acıdır? Və sən nə üçün dəmbədəm titrərsin, ditrərsin, dedi. Yəni o demir ha, dağ demir. Amma bu özü ona cavab belə alır, hiss edir. Dedi, ol dağ, dedi, ol dağ iddi, ya ruhullah. Dedi, ol dağ ayətdir, ayətdir. Ayət ayədir, ayətdir, ya ruhullah. Şöyle bil kim, bilinə kim, ehtimalen bilinəli, bilinə kim, Musa peyğəmbər zamanından bir biriket gəzdəkdən bir ber yazıbdı. Bir deyil, bi-i-a-rı deyil, bir deyil, ber, yekit, icit olacaqdı. Yekit, gəzdigi, nacah, gəzdikən, ya gəzərkən, nacah bu araya gəldi və bu ayəti oxudu. Dağın gəlib yanına bir ayə oxuyubdu. İndi onun zamanında, yəni Həzrəti Musa zamanında, Kəlimullah zamanında Qur'anın bu ayəsi necür oxunubdu ora ərəbcə özü də, onu mən biraz qalıram. Ki, əlbəttə Musanın dili nə diliydi, bunu da bilmirik. Vüqudəhən nasu vəl hicarə o iddət lil kafir. Üstəki ayəni ki, oxuya bilməmişdik, burada oxuduq. Əlbəttə, üstə hicarəni illət bu ki, oxuya bilmirdim. Budur ki, bir uzun T, iki nöqtəli T ilə, uzun iki nöqtəli T ilə yazdığı üçün onda oxuya bilmirdim. Çünki bunu hicarat oxurdum. Yoxsa ayrı bir şey oxuya bilmirdim. Amma burada indi onu düz yazıbdı. Yəni, hicarəni cirdə T ilə yazıbdı. İki nöqtədə qoyub üstünə. Hicarə. Vüqudəhən nasu vəl hicarə və uiddət lil kafirin. Bəs bu ayət Toratidən və Zəburidə, Toratidə və Zəburidə və İncilidə və Furqanidə və Adəmdir, var mıdır? Dedi. Soruşdu ki, bu ayət, bəs bu ayət, indi özü soruşur, kim soruşur onu bilmirəm. Bəs bu ayət, oradakı oxudu bunlar şeydir, Turatidə, Zəburidə, İncilidə və Furqanidə və var mıdır? Dedi. Pəs İsa əleyhissalam etdi, yəni danışdı, cavab verdi. İncilidə və Furqanidə və Turatidə və Zəburidə dəxi bu ayət vardır, dedi. Bəs ol dağ etdi. Dağ buna dedi ki, vardı. Pəs bu dağla danışır. Dağ buna dedi ki, bu ayət onlarda da var mıdır? Bu da deyir ki, İsa Peyğəmbər də deyir ki, vardır, bəli. Bəs ol dağ etdi. Əlbəttə, burada etdi deyil, mən etdi oxuram, amma əyitdi. Əyitdi, yəni cavab verdi, danışdı. İncil sənin və Furqan Məhəmməd Müstəfanındır, dedi. Allahümme sallallahu aleyhi ve sellem. İmdi ya ruhullah, duanın müstecabıdır. Duan müstecabıdır. İndi dağ şeyə deyir. Həzrəti İsa'ya deyir ki, ya ruhullah, duan müstecabıdır. Və aqil kim Haqqı Teala bizi
Dua qıl kim? Aqil oxudum mən bunu, çünki deyi görmədim. Dua qıl kim? Haqqı Teala bizi titrəməkdən azad qılsın, dedi. Pəs İsa aleyhisselam dua qıldı. Şülmək saat, mən şülmək oxuram, amma mı ehtimalən orada şülük saat, şu, elə burada mı geri oxunsun, amma səsi də yoxdur onun. Ona görə şülək saat, ya şülmək saat, burada mən mı görürəm, amma şülək saat ol dağ titrəməkdən durdu. Və hər indi burada və həm acı ehtimalə suyu dəxi datlı oldu. Orada oxunmurdu. Mən elə onu qərinə üzü ilə oxudum. Və həm acı suyu dəxi datlı oldu. Andan ol dağ ayetdi. Bunu birinci dəfədir bu kəlməni beləsi oxuram. İndiyəcən etdi oxurdum, amma burada A, əlif, üstündə səsi var. Ə, Y, T'nin təşdidi var. Ayetdi. Ya Ruhullah, kim Peyğəmbər, burada mən oxunmur əlbəttə, Peyğəmbərə oxunmur bunlar. Ta Bəni İsrail zamanından bəri qalmışdır kim? Məhəmmədi görə, gedək o birisi səhifəyə görək ki, və yaxud ümmətin görə, lekin ol yigit geçən kim qəvamali. Burada qovluhu Teala yenə də oxumalıyıq, çünki Qur'ana görə gəlir, ona görə belə oxuduq. Fəttəqun nara ən-narəl-ləti vüqudaha ən-nasu vəl-hicarə ayetin oxudi. Bəs bu buyurdun. Burada bir şey yazıb oxuya bilmirəm. Bəs bu yerdün görə ağlardı. Ehtimalən bu yerdün görə ağlardı. Bir acı su anın gözü yaşıdır. Bu acı su anın gözü yaşıdır. Deyir ki, oradakı deyib ki, dağın daşlar cəhənnəmin odunun odunudur. Deyir ki, ondan bu dağ həm titrirdi, həm də ağlırdı. O göz yaşı da, o su da ki oradan axırdı bulaq, ondakı acı idi. O göz yaşının, onun göz yaşının, qorxusunun acısı idi. Gözün məmulən suyu bilirik da, insanın gözünün suyu da acı deyil əlbəttə, bəlkə də acıdır, bilmirəm, amma şordur. Şorluğunu bilirəm. Yadımda olan, yəni indiyəcən heç diqqət eləməmişəm, görürüm ki, bu şordan əlavə acılığı da var ya yox, amma şordur. Və həm gözü, burada bir şey yazıb, gözü yaşı çox sular qərişdi, acı qıldı. İndi məgər sənin duan bərəkatindən ağlamaqlığı sakin oldu və həm acı sular dəxi datlı oldu. Pəs İsa aleyhisselam çünki bu heybəti gördü, ibrətə qaldı. Dünyalıqda bir keçkuli və bir əsası kəşkul ehtimalən keçkul deyir. Keçkoli, koli ehtimalən keçkoli, ehtimalən qolunda bir şey götürmüş, amma kəşkul olubdur, bu nə cür olubsa. Keçkoli və
bir əsasi və birə burada bir şey yazıb oxunmur, var idi. Elə bir ki, sözəni beləsi bir şey bənzədirəm, amma var idi. Ki dəxi yəbanə bıraktı. Onları da attı çölə. İndi əziz, mən bu dünyalık irəgənlərə dönür, dürlü əzabidən netə qurtulələr. Necə qurtulələr? Hazreti Muhammed aleyhisselam buyurdu: "Ed-dünya bahrun amikun kesirun nasi yagriqu fiha." Hazreti Muhammed buyurdu ki, dünya dərin bir dənizdir. İnsanların çoxu onda boğularlar. Mənisi budur ki, dünya bir dərin dənizdir. Adəmilər onun içində qərq olmuşlardır. Bəs zahidlərin taəti dün gün Tənri zikri etməkdir və həm Bismillah yad qılmaqdır və həm xof ricadır və dünya arzuların tərk etməkdir axirət üçün və halləri kəndi buluriyyət xoşnud. Bunu oxuya bilmirəm bu kəlməni. Tənği bəlulərinə xoşnud olmuşlardır. Bilməzlər kim qəndən gəldikləri gəndikdərik. Tamam, buradan bizə oxunmur. Bu birisi səhifədə oxuya bilmirik. Heyf, bu gözəl kitabı oxuya bilmədik ki, bir şeyi buradan öyrənək. Bu səhifələri də keçək. Görək ki, bir səhifəyə gedək ki, onu oxuya bilək. Mütəəssifanə bu səhifələr oxunması çox zor olar. Bu səhifəni bəlkə oxuya bilərik və oxuyaq görək ki, təmə adı tərk etməz. Pəs olan kişi daima bilirik, yəni savaşçı desək daha yaxşıdır. Olan kişi daima köklü şəhrin arayı dürsə, qəşək görsənmir orada, yenə aradı nədir, onu oxuya bilmədim. Dürsə gərək qafil olmasa gərək və qafil olmasa gərək və həm əqlün 3 xasiyyəti vardır. Xassəkisi. Burada xasiyyət oxudum mən, amma yox, o deyil. Xassəkisi vardır. Riya ilə təməyi köklü şəhrindən çıxararlar. Əvvəlki xassəkisi səbridir. Əvvəlinci xassəkisi. Kəsi sözü buradan gəlib, ehtimalən gedibdir, farsi olub kəsi. Xassəkisi səbridir. İkinci xassəkisi oğunmaqdır. Oğunmaq bilmirəm nədir. Oğunmaqdır. Ehtimalən örgənmək olacaq, nə olacaq? Belə bir şeydir. Səbridir ya da oğunmaqdır. Üçüncü xassəkisi
bir-iki kəlmədə xassə ilə kəsini ayrı yazıb, bir-ikisində yapışıq yazıbdır. Ona görə o H bəzi yerdə yazılıbdır xassədə, bəzi yerdə yazılmayıbdır. Üçüncü xassəkisi qənaətdir. Burada bir şey yazıb ki, bəs şeytanın qorxduğu uqənməkdir, onu orduq. Burada qorxduğu bu üç xassədəndir və həm yekilədiyi bu beləliklə məlum olunur. Bunlar ki, ulu kimsələrdir və həqqün içərisindədir. Həqqin çərbəsindədir. Buraxı qəşəng oxunmur, ona görə deyirəm. Və Adəmilər məqami üçdür. Qoluhu Teala. Min necva sələsətun İlla huvə rabi'uhum və la xəmsətun İlla huvə sadisuhum və la ədna min dalikə və la əksərə İlla huvə məəhum əynəmə kanu yuədun. Amma dəkmə kişiləri Adəmə saymadıq. Hərçənd ki, surətdə Adəmdir və lakin bəlhum əzəllidir. Ayətdən həsudlərdir. Həsudlər bəlhum əzəllidir. Burada əlbəttə bir kəlmələr yazıbdır ki, bir-birinin həm üstündədir, içindədir, həm də oxunmur. Bilməyənlərdir. O nə mənədir? Onu kəndülərinə bilməyənlərdir. Həzrəti Rəsul əleyhissalam hədis buyurur. Mən ərəfə nəfsə fəqəd ərəfə rəbbəh. Amma abidlərin və zahidlərin və ariflərin taətləri və halləri bir-biri qətində dəva olmaz. Zira kim abidlərə və zahidlərə və ariflərə dəvi qoyməlidirlər. Burada le görürəm, qoymədilər olacaqdır. Qoymədilər, amma burada bir dənə lam görsənir, o nə olacaq, onu qoyməlidirlər. Və lakin mühiblər məni qovmlərdən pəs əziz, mən mühiblərin şərhi çox işi dəliyəm. İşi dəyiləm məsələn olacaq. Bu dəliyəm, yəni dəyiləm. İlla kim əqli erməgə və gögül dolanmaq. Gögül dolanmağa və surət döyməyə bu qədər söz yetər. Yad qıldıq. Baqi nə kim var Allah bilir. Bab. Burada bab qutardı. İndi bir ayrı bab başlayır. Adəm Tənriyə qəç məqamidə irər ani bildirir. Bu bab Adəm Allaha neçə mərhələdə yetişər onu bildirir. Qutb-ı aləm buyurur ki, çox cəlib bir kitab olacaq, amma oxuya bilməyəcək. Xüsusən bu səhifənin də yarısından çoxu görsənmir. Həm də o görsənən yerlər də zor oxumağı. Qul çələb Tənriyə, qul çələb Tənriyə. O Tənri Allah-u Teala deyir ha. Mən fikirəm ki, burada o çələb o olacaqdır, o mənadadır. Niyə orada gətirmədi? Cəlibdir. Onu mən bilmədim. Bir daha da bunu ərəbcə yazaq, görək ki, əcəba çələb nə deməkdir? Çələb
nə deməkdir? Tələb məni də dictionary apandisi ötürək, tələb طلب از آلات موسیقی، چالب از آلات موسیقی که دو تخته فلزی محدب و دایره مانند که با دست به هم میزنند. سنز چشمه روشن نبیند دیده از گرد اوران اتراق، شور و غوغا، فتنه و آشوب، جنجال و هیاهو. طلب burada deyir ki, لغزنده، روان، لغزنده. طلب بچه شیرخوار، میوه های کوچک و نارس. طلب ترب. طلب سنج را گویند و آن دو نگارخانه به هم زنند. Bunlar deyil. Bunların طلب çəli. چیز خیلی çərb. Çəlb çili olacaqdır bu. Çəlb ne bu deyil. Bu Farsçada çəlb çili, روغن مالی کردن، çəlb pərtə. Çələbi. Hüsamettin Çələbi. Çələbi əfəndi. Bir dəfə bunu tapmışdım, amma bir dəfə oxumuşam bunu, amma çox bir gözəl mənası var. Ehtimalən Allah mənasına da gəlir çələb özü. Çələb və kərbək در ترکی جغتای نانی است که خمیر تنگ ساخته در روغن پزند. طلبله شتاب و استراب. Mürşid. Çələbi əfəndi mürşid tayfeyi از دراویش مولویه. Çələbi Dehxuda Sultan Məhəmməd Fərzənd Yıldırım Bayezid Xan ibn Murad Xan ibn Urxan ibn Usman Xan Qazi. Çələbi Fərzənd Əhməd Paşa Bəylərbeygi. Çələbi Mustafa Paşa ve از مردم استانبول. Çələbi دهی نزدیک دهستان فلان. Çələbi در ترکی به معنی آقا و خواجه و سرور. به لسان روم سیدی. عربca سیدی. Burada tələb pəs ağa, sərvər mənasındadır. Çələbi elə əfəndim sözünün yerinədir ki, zahirən əfəndi Asim əfəndi Fərzənd Rəisul Küttab Koçək Məhəmməd əfəndi Çələbi در زمان محمد نمنه مصر. شتاب استراب بیقراری. متاسفانه o ki istirəm hələ onu tapmadım yəni. Bir dəfə də bunu türkcə burada yazaq. Əvəzin ki, lüğətnamədə axtaraq. Burada axtaraq ki, çələb nə deməkdir? Celeb. Celebrity. Burada yazıbdır. Celebrity. Celebrity. Çələb. Definition. Hətta cələb oxudu. Definition. Çələb yazmış, onu gətirmədi. Celebrity onlar deyil. Təəssüfənə bu da getdi İngilisi mənasına. Bizim burada bir şey var idi. ChatGPT. ChatGPT hardadır? ChatGPT burada çələbi nə yazır? Çələb sözünün sözü görək buna nə deyir? Bu əgər bunu gətirsə yaxşı olar. Çələb sözünün anlamı nədir?
deyə sormuşuz. Çələbi, çələb. Kibar, görgülü, zərif insan. Eğitimli, bilgili, olğun kişi. Centilmen, efendi kişi, kimsə. Osmanlıda bazen bir unvan olarak da kullanılırdı. Mevlana soyundan gelenlere de Çelebi denilirdi. Mevlana'nın soyundan. Sözün, kelimenin, lafın. Söz bu ayrıca bir şeydir. Çələb sözünün, çələbi kelimesinin. Tamam, o anlamda gətirdi. Üstdəki mənaları buna gətirdi. Kibar, çələb sözü kibar, görgülü, zərif insan. Eğitimli, bilgili, olgun kişi. Centilmen. Bu anlamda tamam, bu şey bizə yine bir yaxşı məni verdi ki biz onu görək. Qoli çələb təngriyə 40 məqamidə irər. Dost olur, onu şəriət içində, onu təriqət içində, onu mərifət içində, onu həqiqət içindədir. Pəs 40 məqamidə irər dost olur. 40 məqam mərhələni keçirdər, onlar Allahın dostu. Onu şəriət içindədir, onu təriqət içində, onu mərifət içində, onu həqiqət içindədir. Amma şəriətün əvvəli məqami iman gətirməkdir. Qovluhu Teala ən tu'minu billahi və mələikətihi və kütübihi və rusulihi vəl yevmul axiri. Amma hər kişi kim iman qən üzərə, qən indi burada birinci dəfə görürəm ki, bu kəlməni tək işlədi. Qənqi eşitmişdik, amma qən üzərədir, iman qən üzərədir, mənasını da bilmirəm qən nə deməkdir. Dirsə xətadır və əgər can üzrədir dirsə həm xətadır. Pəs şöyle bilmək gərək kim iman əql üzərədir. Ariflər qətində. Amma mərifət bir dil üzərədir. Və çələb təngriyə kögüldən danqılıq verib. Danqılıq nə deməkdir? Danqalaq bizim yerdə işlənər, Güney Azərbaycanda tohin olaraq işlənər, danqalaq. Türkiyədə də işlənir danqalaq, elə tohin olar. Amma burada danqılıq nə deməkdir bu? Görək ki, əcəba burada bizə Türkçə sözcük danqılıqdan bir şey çıxadır ya yox. Danqılıq. Əlbəttə burada da cəlibdir ki, Türkiyədə də danqılıq. Danqılıq yoxdur Türkiyədə, q yazılmır. Ona görə deyəcəkdir ki, yoxdur. Danq gərək yazaq şuraq. Danqılıq. Görək ki, o nə gətirəcəkdir? Gətirmədi, heç bunu da gətirmədi. Danqılıq. Danqılıq. Görək danqılıq bir şey gətirir ya yox. Danqılıq kəlməsi Türkçədə yaygın bir kəlmə deyildir. Ancaq iki olasılıq vardır. Hollanda filmin dilində
Getdi bu deyir ki, ayrı bir şeydədir. Danqılıq. Özəlliklə gənclər arasında kullanılan argo bir kelimədir və təşəkkür, sağ ol, thanks anlama gəlir. Əgər Türkçədə bir kullanım soruyorsunuz, Türkçədə resmi bir kelime değildir. Sözlüklerde yer almaz. Bazı sosyal medya veya oyun dilinde İngilizce thank you, thank you, thankluk gibi tamam o değil. Tamam. Bunun da fərqin dangluk verib burada ehtimalen sakin olmaq anlamına gəlir. Tənriyə gögüldən dangluk inanmaq ya da bağlılıq bu anlamda gögüldən dangluk verib inənməzsə innemezse münafiktir. İnenmezse, inanmazı inenmezse münafiktir. Kavluhu Teala innel münafikine fiddaril asfali fidderekel asfali minen nar. Bu iki söz kişilere dosttur. Kavluhu Teala innallâhe la yaghfiru en yüşrike bihi ve yaghfire ma dune zâlike limen yeşâ. Amma taat imandır. İman taatdır. Tamam, buradan bu bizə oxunmur. Kitab çox cəlib bir kitabdır, çox cəlib bu din məsələlərin, inanc məsələlərin açıqlır, amma heyif olsun ki, bunu biz oxuya bilmirik və bəzi kəlmələr də burada işlənib ki, onları da anlamırıq. Kitabın tarixini bildik. Əvvəldən gördük ki, ad yazmayıbdı, biz onları oxumağa çalışdıq. Kitabın son adını da oxuduq, tarixini də oxuduq, amma indi üst-üstə mən bir səhifəni də burada axtarım, tapım, görüm ki, hangi səhifəni oxuya bilərik, bir səhifə oxuyaq, ya da ki, axir, bu səhifəni oxuya bilərik. Bunu görün, biraz qabaqlıqdan oxusam. Və la təhsəbənəl-ləzīnə qutlu fi səbiləllahi ayətə. Ol arifləri, ariflər sultani və məşayixlər mədəni Seyyid Səədiddin buyurur. Seyyid Səədiddin yəni xudi bu Bəqtaşi, Hac Bəqtaşi Vəli özü həzrətləri özü görün Seyyid Səədiddini şey edir, yəni mədən bilir. Ariflər sultani, məşayixlər mədəni Seyyid Səədiddin buyurur, beyt. Ol can ki eşqidən olur bəhayi, canlar olur. Bəhayi yəni göyərən ehtimal verirəm, ya da ki hərəkət eləyənlər. Qəmu canlar oluyacaq, ol can veri qalır. O can diri qalır. Qəmu canlar olacaq, ol can diri qalır. Eşq dirilikən, eşq dirilikən, alalüm bu dirilikdə, alalum ehtimalən, alalum dirilikən, alalum bu dirilikdə qalalım. Ələ alalım, alım, ələ alım, yəni eşq dirilikən, dirilikin, eşq dirilikin, ələ alım, bu dirilikdə qalalım. Olmaz dirilik bulalım. Ölməz dirilik bularım, ölməz namira, ölməyən.
Pəs eşq dirilikin ələ alım, bu dirilikdə qalalım, ölməz dirilik bulalım. Cümlələrin kiçikliyi məni çox həyəcana gətirir. Çün can dosta və biri kür, amma can ikidir. Biri can, biri və biri canan. Qavluhu Teala yəsəlunəkə ənir-ruh qul ruhu min əmri Rabbi. Amma qonumuzda yəni qonu, bu qonu ki danışırıq. Ya qətümüzdə düzdür. Yəni mənim yanımda. Amma qətümüzdə can beşdir. Vəli bu sözü anlamaq diləyim güc işdir. Can beşdir ya beşdir. Vəli bu sözü anlamaq dilim güc işdir. Və həm Adəm mənisi dəxi üçdür. Adəmin mənisi üçdür. Kəndüzün bilmək, kəndüzün özlərin bilmək, yolaq gücdür. Yolaq yola düşmək, yol hərəkət gücdür. Kəndüzün bilməyənə bu söz heçdir. Kəndüz ki kəndüz bilmək dilərsən kitabidə yazdım. Üçdür. Qavluhu Teala minkum men yuridud dünya və minkum men yuridul uqba el-ahirete və minkum men yuridul mavla. Bu ayət mənisi bilənə ol qədim la yezal buyurur. Ey qullarım, görməyi gözləmi sanır. Qullarım, görməyi gözləmi sanırsız. Söyləməyi dilləmi sanırsınız. Pəs sual soruşur, onda qeydə xıtazaşdan oxuyaq. Buyurur, ey qovmilər, ey qullarım, görməyi gözləmi sanırsınız. Söyləməyi dilləmi sanırsınız. Yürüməyi ayaqləmi sanırsınız. Yarlağanməyi taətləmi yarlağanmək birinci dəfədə oxuyuram onu. Yarlağanməyi taətləmi sanırsınız. Xəşmi günahləmi sanırsınız. Göynəməyi odləmi sanırsınız. Adəm əleyhisselam uçmaq içində bir əzab işlədim. Adəm əleyhisselam uçmaq içində, uçmaq burada yəni behişti deyir, uçmaq. O keçən dəfədəki dedik uçmaq ölümdən sonradır, uçmağa gedir, yəni behiştə gedir. Əlbəttə uçmaq behiştə deyil, Allahın yanı. Bunu deyim, uçmaq deyəndə yəni Allahın yanına gedir. Uçmaq içində bir əzab işlədim ki, tamı da ol əzab yox idi. Və İbrahimə od içində bir bostan verdim ki, ol bostan uçmaq içində yox idi. Hətta Allahın da yanında. Və Firavun Nil irmağında boğdum və Musa'yı Firavundan qurtardım. Dostumu saxlayıb düşmənlərim həlak qıldım və həm 100.000 və həzaran 100.000 firiştələrim göndərdim. Birinin biz bir zərrə günahı
yox idi və həm 100.000 adəmi yarğıladım, birinin bir zərrə taəti yox idi. Hər nə kim işləsəm qadirəm, qüdrətim yetər. Kimi gərəksə ağladırım və kimi gərəksə güldürürəm. Ani ki mən bilürəm, siz bilməzsiz. Lakin benim inayetim خوف رجا olanədir. Xof rəca olanədir. Dərhal bizim sözlərimiz canı bəyan qılmaqdır. Onların kim göğlü müşəvvəş olmuşlardır. Yəni qərcəşükdür. Qırışık gərcəşik. Gögülləri mütəkəbbir canları müddeidir. Ələst bi rabbikum demində yox dinlərdir. Yox deyənlərdir. Bəlhum əzəllidir. Adəm elmində bad qıldıq. Əvvəl canə cismani dirlər, diri qalır. Diken batıb qıl çəkildigin. Diken batıb qıl çəkildigin döyər. İkinci cana əkli şürb derlər. İkinci cana da əkli şürb, yemək, içmək. Yedirir və həm itirir. Ac olub susamaq bildirir. Üçüncü cana ruhani derlər. Uyuçuk ol can. Uyuçak ol can uyanır. Uyuyacak ol can uyanır. Oyanmaqdan uyumaq da düzəldiblər. Uyumaq, yatmaq, oyanmaq, durmaq. Oyanacaq ehtimalən bu da olacaq. Oyanacaq can oyanır. Oyanan can, oyan ki istir oyana oyanar. Oyanacaq can oyanır. Qoluhu Teala və cəalna nevməkum subatan və dəxi 3 kişiyə qələm yox. Əvvəl navresidə oğlana, ikinci oyana, üçüncü məcnunə. Pəs bu da ikinci uyuyana. Pəs nə oldu? Və dəxi 3 kişiyə qələm yox. Əvvəl narəsidə oğlana, ikinci uyuyana, üçüncü məcnunə. Və dəxi gecələrdə 10 İraq gedər gündüz. Gedər gündüz getməz. 10 İraq gedər gündüz getməz. Zira ki gecədə Adəm oğlu dünya günahindən arınır. 10 İraq vardır. Pərdə az olur. Pəs gündüz günahlar bir-birinə uluşur. Pərdə olur. Anın üçün 10 İraq varməz. Bir neçələr idir. Tamam. Fikir edirəm ki, yetər bugünkü buracan bəsdir. Çox gözəl bir ruhani bir kitabla üzbəyiz olduq. 140 səhifədir. Bunu Hacı Bəktaş Vəli Həzrətləri yazmış. Türkiyə Diyanət Vakfı yayınları bu kitabı 2 əlifbayla və 4 dana döktura sahibi şərif insanların qələmi ilə və onların göz altında
bu nüsxəni çap eləmişlər. Kitabda çox nəfis bir kağız üzərində son zamanlarda çap eləmişlər bu kitabı. Zahirən də əlbəttə baxmadım görəm hangi tarixdə bunu çap eləmişlər. O çapı da əvvəldə bəllidir. Bu səhifədə bəlli olacaq ki, bu hangi zamanda çap olubdur. Telefon nömrəsini görürük. 2007-də də çap olubdur bu. 2007-də çap olubdur. Basılıb yəni. Bunun 34 səhifəsi əgər səhv eləmirsəm, müqəddəmələrdir. O ustadlar, böyüklər yazıblar və oradan o üzə, yəni 34 dedəyi çox gedir, 37 səhifəsi o müqəddəmələrə racidir, ona görədir. Ondan o üzə, yəni 38-ci səhifədən türk ərəb əlifbası ilə yazılan bölüm başlayır, yəni kitabın özü başlayır Bismillahirrahmanirrahimlə və bir-iki səhifə həmişə, bəzən bir səhifə, məsələn burada bir səhifə, sonra məsələn iki səhifə görsəniz, iki səhifə türkcə, ərəbcə yazılan əlifba ilə və iki səhifədə latin əlifba ilə yazılan formatda kitab çap olubdur sonuna qədər. Sonunda kitab qurtarınca, hələ o zamanacan heç hesab demir, amma elə ki orada kitab qurtarır, bir neçə cümlədə, əlbəttə sonunda da bir sözlüyü var, ən son səhifə şeydir, 132-ci səhifənin sonunda təmməti yazır, sonra kitabın özünü yazır. Bismillahirrahmanirrahim. Nami in kitab Dilgüşadır. Bu kitabın adı Dilgüşadır. Der tarix 900 Peyğəmbər 900 Peyğəmbər, yəni Həzrət Rəsulun 900-cü ilində bu kitab ehtimalən Həzrəti Bəktaş Vəli Həzrətləri qələmi ilə yazılıbdır. Əlbəttə yazıb in kitab ra dərviş təsnif کرد. Dərviş özünə deyib ehtimalən. در ولایت روم در شهر قسطمونی است. در زمان امیر اسفندیار. O zamanda Emir İsfendiyar. Sonra Allahu a'lemu bis-savab. Sonra da 3 beyt şeirlə kitabın sonu gəlibdir, beləliklə qutarıbdır və yenə də latin əlifbası ilə bir neçə qaynaqları ehtimalən ya içində gələn adları, adam adların, yer adların Abdal Musa. Məsələn 17-ci səhifədə bu haqda gəlibdir. Abdul Baqi Gülpinarlı 13-cü, 16-cı, 18-ci, 19-cu, 22-ci səhifələrdə bu ad keçibdir. Abdul Nasir 122-ci səhifədə keçibdir. Abdurrahman Gözəl 23, 25, 32-ci səhifələrdə adı keçibdir. Adəm Həzrətlərinin adı bir çox səhifələrdə keçibdir. Ahi Evran 16-cı səhifədə adı keçibdir. Burada da o adamların adları ki, bu kitabda onların adlarına işarə olubdur. Bir 6-7 səhifədə onların adları gəlib və kitab ən son bir böyük bir şəxsiyyətin adı ilə, yazısı ilə onun haqqında bir şey yazılıbdır. Ondan kitab sona çatır. Beləliklə bugünkü Türk və İslam dünyasının bir düşünürünün düşüncələri ilə tanış olduq. Kaş bu kitabı yaxşı oxuya biləydim və bunun siyasi düşüncələrin, çünki din insanları müstəqim siyasətdən danışmırlar. Normalda işarə ilə siyasətdən danışırlar. Allahın sifətlərin yaşamağa təşviq edirlər. Allahın sifətlərindən danışanda, yəni ki, toplumda o sifəti istəyirlər. Hakimiyyətdən, insanlardan o sifəti sahib olmaqlarını istəyirlər. Və bu böyük insanın
Mən düşüncələrini gördüm, birazın tanış oldum. Toplumda bir arman şəhər yaratmaq arxasıcandılar bunlar. Onun dalısıcan gedirlər, insanları tərbiyyət eləyərlər, o şeyə gətirərlər, o həddu yetirərlər. Hər halda nə qədər müvəffəq olmuşuq, mütəəssifanə indi görünür ki, o qədər də müvəffəq deyilik. Toplumun yaşadığı durumu görürük. Bəllidir ki, o qədər də müvəffəq olmamışıq, olmayıblar. Çünki hər toplumun indiki yaşamı, indiki siyasi, ictimai, toplumsal insanların davranışları bir-birləri ilə ailə içində, toplum içində bu bunu göstərir ki, bir düşüncə orada nə qədər dərinləşib ya dərinləşməyib, ətkisi var ya yox, təsir buraxıb buraxmayıbdır. Ora bir özünün rəngin o topluma verə bilib, verə bilməyibdir. Bəzən dostlar deyirlər, məsələn, Ərəbistanda ya bəzi məmləkətlərdə gedirsiniz, görürsünüz ki, namaz vaxtı dükanı açıq qoyubdur, əcnas da orada çöldə gedir, namazını qılır. Yəni, o toplumun dalı qalmağı texnolojisi var ya yox, mənə önəm daşımır. O toplumda insanlıq nə qədər, itimad nə qədər, özgüvən nə qədər, insanlar mümkünlü möhtac ola, amma əl atıb o dükandan bir şey götürmür, o mühümdür. Əgər insanlar bir-birinə malına əl uzatmır, namusuna əl uzatmır, nə bilim, yaşamına əl uzatmır, ömrünə əl uzatmır, haqqın verir, bura mənə insanlıqda bunlar texnoloji insanlığı dəyişdirməyibdir. İnsanların rahat yaşamasına, rahat gəlgedinə, az zəhmətlərinə bəlkə səbəb olubdur. Yəni, məsələn, dünən yükü 100 dana insan bir daşı hərəkət verirdi, ya bir yeri qazırdı, indi onu maşın qazır. Bu insanı biraz rahatladıbdır. Amma acaba insanlıqda bir təsir buraxıbdır, burası məsələdir. Məsələn, keçən zamanlarda insanlar əl ilə savaşırdılar, məcal verirdilər o birisi də savaşsın, qarşıda bir ağac götürsün onun qılıncının qarşısında, amma indi tüfəngidir, topdur, bombudur, tankıdır, təyyara bomba atır, muşəkdir, buradan atır, orada insanların nə məcalı var, nə bir şey var. Texnoloji çox da faydalı görünmür bəzi sahələrdə. Bəzi sahələrdə tamam əməl edirlər, cərrahlıq edirlər, xəstəlikləri düzəldirlər, yaxçıladırlar. Bu tamam, bu yaxçıdır. Ya gəlgedi biraz rahatladıbdır, ləzzət aparmağı çoxaldıbdır. Bəzi yerlərdə qarşısında elə həman texnoloji öldürməyi çoxaldıbdır. Məsələn, maşınlar adamları vursunlar, yarıcan eləsinlər, ya öldürsünlər. Bu, məsələn, texnolojinin birisidir. Elektrik çox yaxşı bir şeydir, işıq verir, isti verir, amma eyni halda eləyə bilir ki, adamları da öldürsün, ya düşməni gücləndirir, o adam ki, yəni düşmən deməyək, bir tərəfi o birisi tərəfin ziddinə gücləndirə bilir. Çünki texnoloji də insanlığa bağlıdır. Texnoloji özü davranış sahibi, əxlaq sahibi, düşüncə sahibi, inanc sahibi deyil. Texnoloji əlində tutduğu insanların əllərinin davamı, ayaqlarının davamı, düşüncələrinin davamıdır. Yəni, dünəncə əlində bir ağac tuturdu, vururdu, bir ağaçdan meyvəni salırdı, bir çubuq tuturdu, vururdu, bir ağaçdan meyvəni salırdı, ya bir adamı vururdu, qılınc tuturdu. Bu günləri güllə tutur. Onun əlinin davamı tüfəkdir, topdur. Dünənəcən daş ata bilirdi, bu günləri muşək atır. Dünənəcən bir süpə ilə bir daş atırdı, gedirdi, ya bir ox atırdı, bu günləri təyyarı ilə. Yəni, dünənki texnoloji oxudur, yay ilə oxudur, bu günləri ya süpə ilə daş atmaq idi, bu günləri görürük ki, muşəkdir, təyyaradır, bombudur. Yəni, texnoloji insanlığın dəyişdirmir. İnsanlığı insanlara o insanlığı nə formada görürlər, nə formada anlayırlar, onda yardımcı olur. Biri öldürməkdə işlədir,
biri də insanları yaratmaqda işlədir. Yararlamağa çalışır insanlara. Hər halda məncə insanlıq başqa bir şeydir. Teknoloji başqa bir şeydir. Teknoloji ilə gəlişmək, inkişaf eləmək insanlığa ilgisi o qədər yoxdur. O qədər yoxdur məncə. Hüquq-i bəşəri yazanlar teknoloji sahibləridirlər. Amma ən çox cinayət eləyən insanlar onları yazanlardır. Mən demirəm tamam, çünki onu yazanlar tamam insanlar deyil ki, hər insan onu yazmayıbdır ki. Onu yazanlar güc sahibləridir. Onu yazıblar dünyanın nə cür əllərinə alalar, idarə eləyirlər, kontrol eləyirlər. Hər halda kitab çox gözəl idi. Məncə bu düşüncələrə bir də qeydib baxmalıyıq. Qəbul da eləməsək, kökümüz hardan gəlir? Toplum nələrdən keçibdir? Əcəba doğru ola bilər, ola bilməz deyə sormalıyıq. Amma bir də başa əslən bilməyək var ya yox və əslən sormayaq ki, bunun faydası var ya yox. Mən faydalı görürəm. Bu mənim düşüncəmdir. Bəlkə dostlarımız faydasız görərlər. Mən dinçi, onun tərsəsinə ki deyirlər, tarixdə dinçilərin din adına öldürdükləri qədər dinsizlər adam öldürməyiblər, onu deyə bilmirəm. Çünki ya o dinsizlərin əlində güc olmayıbdır, ya da güc olanda qətliam ediblər. Keçən yüzildə deyək ki, dinsizlər ya dinsiz deməyək, o şey ki, nə mənə deyirlər, sekularlar iş üstədilər. Keçən 100 ildə, 150 ildə, 200 ildə, 250 ildə sekularlar iş üstədilər. Keçən 500 ildə sekularlar deyək ki, məsələn, yavaş-yavaş gəlirlər iş üstə, yavaş-yavaş. Hər nə qədər bu sekularlar dindən qaçanlar, dindən bezarlar ya özlərin dinsiz görsədənlər, çünki dini yaşırlar, məsələn, Amerikada, İngilistanda, Almanda, Fransada, İtaliyada, hər yerdə dini yaşayanlar var. Amma zahirən, məsələn, deyir ki, mən dinçi deyiləm. Amma onlar görürük ki, daha çox adam öldürürlər. Birinci Dünya Savaşını görürük. Dinçilər orada savaşa girməyiblər. Yəni, məsələn, İslam adına başlamayıblar, fətva verirlər ki, gedirik dünyaya hamı ilə savaşa, hamını. Bu birinci dəfə o dinsizlər ki, özlərini dinsiz ya sekular görürdülər, onlardılar ki, davanı bir yerdən başlayırlar və tüm dünya insanların hamısını bu davanın içinə soxurlar. Dinçilər heç olmasa bir dünya savaşanda davanı onun içində saxlayırdılar, yaymırdılar dünyanın hər yerinə. Bəli, bu biz iki dünya ki, bu dinsizlər ya sekularlar salıblar keçən yüzildə görürük ki, tamam dünyanı bu davaya qarışdırırlar və tamam insanları dinlərinə baxmayaraq, dinsizlərinə baxmayaraq aradan aparmağa çalışırlar. Ya görürük, məsələn, korona əgər olsa, dinsizlər sığadıblar. O da bir ayrı savaşdır. Yəni, burada savaş görməliyik. Savaşın fəqət bombla ya şəmşir ilə deyil ki, savaşın türlüsü, nə cür savaş eləmək çoxludur. Onlardan biri də koronadır, məsələn. Hər halda, ya bir şeyi bahalatmaq, məsələn, mühasirə iqtisadi, bu şeydir, bir vaqiiyyətdir, yəni bir savaşdır. Hər halda, Allaha min mərtəbə şükür bu günləri mənə şəxsən bu ömrü verdi, bizə bu ömrü verdi ki, bu günləri bu kitabla, bu Türk dünyasının bir düşünürlə və onun düşüncəsi ilə, onun yazısı ilə tanış olaq, onu anlamağa çalışaq. Sağ qalın, səlamət qalın. İnşallah ki, ömür olursa, Allah lütf edərsə, bir başqa gündə bunu da bir ayrı kitab